Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə çox asan, dadlı, ləzzətli və evdə olan ərzaqlarla bol bərəkətli piroq hazırlayacağım. Öncə qaba 5 stəkan un eləmişəm. Üzərinə 2 stəkan şəkər tozu əlavə edirəm və 1 stəkan da duru yağ əlavə edib omat halına gətirirəm. Və bu qarışımdan bir ovuc götürürəm. Ən sonda piroqun üzəri üçün saxlayıram. Sonra isə bir paketdə vanil əlavə edəcəm. Və başqa bir qaba 2 stəkan qatıq əlavə edirəm. 3 ədəd də yumurta əlavə edib qarışdırıram və sonra 1 çay qaşığı da soda əlavə edəcəm. Bu qarışımın üzərinə əlavə edib və qaşıqla və yaxud çırpıcı ilə qarışdırıram. İçərisində un, omat tam həll olur. Sonra isə listi yağlayıram. Listin içərisinə əlavə edib bərabər şəkildə yayıram. Və üzəri üçün cemdən istifadə edəcəm mən. Mən gavalı cemindən istifadə etdim. Biraz dadı turş idi. Çox gözəl bir dad vermişdi. Siz də istədiyiniz cemdən istifadə edə bilərsiniz. Cemi hər tərəfinə yayıram. Sonra isə omatı əlavə edəcəm üzərindən və qoyacam sobaya bişməyə. Gördüyünüz kimi çox asan bir şirniyyatdır. Çayınız qaynayıb dəmalana kimi hazır olur. 5 dəqiqə vaxtınızı aparacaq, amma bir dolu list piroq alınır. Dadlıdır, bərəkətlidir. Sizlər də hazırlaya bilərsiniz. Və 170-180 dərəcədə belə altı üzəri pişdi, çox gözəl. İndi isə sobadan götürürəm, kəsdim də. Çox yumşaq, ləzzətli bir
piroqdur. Sizlər də hazırlayın, nuş edin. Əgər bu reseptimi bəyəndiysəniz, like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.